Pensiyaçılara sevindirici xəbər, pensiyalar bu tarixdən artımla veriləcək. Azərbaycanda pensiyaçıları sevindirəcək növbəti sosial qərar gözlənilir. Məlum olduğu kimi, cari ildə ölkə üzrə bütün növ pensiyaların artırılması nəzərdə tutulur. İlkin proqnozlara əsasən pensiyalarda artımın həcmi təxminən 9,2% təşkil edəcək. Mətbuat az xəbər verir ki, sosial sahədə həyata keçirilən artımlar inflyasiya göstəriciləri və iqtisadi artım tempi nəzərə alınmaqla tətbiq olunur. Qanunvericiliyə uyğun olaraq əmək pensiyaları hər il əvvəlki ilin sosial-iqtisadi göstəriciləri əsasında indeksləşdirilir. Məlumata görə, pensiyalardakı artım 2026-cı ilin yanvar ayından qüvvəyə minəcək. Belə ki, pensiyaçı vətəndaşlar yeni ildən etibarən pensiyalarını artırılmış məbləğlə alacaqlar. Artım yanvar ayı üzrə pensiya ödənişlərinə tətbiq olunacaq və məbləğlər vətəndaşların bank kartlarına köçürüləcək. Qeyd olunur ki, artım yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə təyin olunan bütün əmək pensiyalarını əhatə edəcək. Bu dəyişiklik ölkə üzrə 1 milyondan artıq pensiyaçıya şamil olunacaq. Mütəxəssislər bildirirlər ki, pensiyaların artırılması əhalinin sosial rifahının gücləndirilməsinə, xüsusilə də sabit gəlirlə yaşayan vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. Artımın məbləği hər bir pensiyaçının hazırda aldığı pensiyanın həcminə uyğun olaraq fərqli olacaq. Xatırladaq ki, son illər ölkədə sosial müdafiə tədbirləri genişləndirilib, maaş və pensiyalarda ardıcıl artımlar həyata keçirilib. Hökumət tərəfindən sosial sahənin gücləndirilməsi əsas prioritetlərdən biri kimi davam etdirilir.